Mən Aytək Səlimova uzun illər təşkilatçılıq təcrübəmə arxalanaraq bu dəfə də şəhid övladları üçün bir araya gəlməyimizi sizdən təvəqqə edirəm. Doğum günləri 1 iyuna təsadüf edən şəhid övladlarının ad gününü həmrəy olub birlikdə keçirməyinizi qərara gəlmişəm. Nəzərinizə çatdırım ki, ilkin addımda artıq 50 valideyn, 50 şəhid xanıma qeydiyyatdan keçirmək üçün müraciət edib. Hesab edin ki, biz artıq elanı versək, bu 100-ü aşmış olacaq, uşaq sayımız 100-ü aşmış olacaq. Təbii ki, bunun üçün bizə maddi dəstəyə ehtiyac var. Ümid edirəm ki, Azərbaycanın vətənpərvər oğulları, qızları bu yolda bizə dəstək göstərəcək. Artıq vaxtımıza çox az qalıb, çünki bütün işləri görmək üçün bizə böyük vaxt tələb edir. Məkan lazımdır, hədiyyələr almaq lazımdır, ssenarilər yazmaq lazımdır. Ümid edirəm, ən qısa zamanda maddi dəstəklə bizə dəstək olacaqsınız. Öncədən hər birinizə dərin təşəkkürümü bildirirəm.